asfaltlanması, insanlar için yeni istirahat köşelerinin, parkların, xiyabanların salınması vesaire kimi, yani ümumi planlaşmış işler bu istiqamətdədir. Bu ilin planında da biz yine bu işleri planlaştırmışıq əvvəlcədən. Bu il ərzində biz planlaşdırırıq. 17 küçə, 20 dalan, asfaltlanma işləri aparılacaq. 30 binanın əsaslı şəkildə təmir olunmasını planlaşdırmışıq. O cümlədən bu ərazidə Təbriz küçəsi 3, 5, 7, 9 sayılı binalar əsaslı şəkildə təmir olunacaq. Deməli, əlavə olaraq biz planlaşdırırıq. Mingəçevir şəhərində yenə 2 xiyabanın, Heydər Əliyev prospekti boyu 2 xiyabanın nümunəvi formada yenidən qurulması, 27 küçə və qalanda havarlı, keçmiş havarlı deməli, kəndinin Mingəçevir şəhərinə verilən hissəsində 7 küçə və 20 dalanın işıqlandırılması planlaşdırılıbdır. Eyni zamanda 6 nümunəvi məhəlləni biz, yəni məhəlləni abadlaşdırıb nümunəvi formaya salacaq. Bunların biri Aziyes yaşayış masifində, biri bu ərazidə sağ sahil yaşayış masifində, dördü isə sol sahil yaşayış masifindədir. Ümumilikdə isə biləsiniz, biz bu işləri hər il planlaşdırılmış şəkildə aparırıq. Məsələn, bir-iki faktı deyim. Son 5 ildə Mingəçevir şəhərində ümumilikdə 87 küçə, 2 dairə və 50 dalanda asfaltlanma işləri aparılır. 245 yaşayış binası əsaslı şəkildə təmir olunur. 6 istirahət parkı yaradılır şəhərdə. Sonra 3 park yenidən qurulub, əlavə 2 park ərazisi genişləndirilib, yəni daha böyük ərazidə park salınıbdır. Heydər Əliyev xiyabanı boyu artıq 2 demək xiyaban yenidən qurulub tamamilə. Bu ildə dediyim kimi ikisi nəzərdə tutulub. Son 5 ildə şəhərdə 2157 işıq nöqtəsi artırılıbdır. Əlbəttə ki, şəhərdə 17 nümunəvi məhəllə yaradılıb 5 il ərzində. Bu ildə dediyim kimi 6-sı nəzərdə tutulubdur. Bütün bunlar əlbəttə ki, ölkə prezidentinin insanlar için lazımi yaşayış, istirahət şəraiti yaradılması istiqamətində verdiyi tapşırıqların icrasıdır. Tam şəkildə əsaslı təmir olunacaq. Bütün məhəllələr abadlaşdırılıb nümunəvi formaya salınacaq. Təbii ki, küçələrin asfaltlanması işi Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kanalizasiya sisteminin yenilənməsi işləri başa çatdıqdan sonra bütün küçələr, yəni asfalt vurulmayan bütün küçələr asfaltlanacaq, aydın məsələdir. Nur şəhəri olan Mingəçevirdə artıq biz işıqlanma sisteminin qurulması istiqamətində demək olar. Küçələr, məhəllələr yekunlaşmaq üzrədir. Qalıb sonradan qurulan dalan və s. digər ərazilər, orada da biz işlərimizi bir planlaşdırmışıq ki, bu işlərdə Nur şəhərinin bütün küçə, məhəllə, dalanları işıqlandırılsın, insanlar yəni rahat yaşaya bilsinlər. Ölkə başçısının tapşırığı əsasında Mingəçevirdə bilirsiniz ki, içməli su, elektrik enerjisi, təbii qazın verilişi ilə bağlı 100% problem həllini tapıbdır, heç bir problem yoxdur. Kanalizasiya sistemi şəhərimiz üçün ən böyük problemlərdən biri olub bu vaxtı ilə ötən əsrin 50-60-cı illərində bu şəhərin kanalizasiya sistemi qurulanda biləsiniz 70 min əhali üçün nəzərdə tutulmuşdur. İndi Mingəçevirdə keçmiş məcburi köçkülərlə birlikdə 120 minə yaxın əhali yaşayır. Aydındır ki, bu sistem yenilənməli idi və ölkə başçısının tapşırığı əsasında Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bu işlər aparılır. Bugünə qədər kanalizasiya sisteminin yenilən qurulması istiqamətində işlərin 84% yerinə yetirilibdir. İndi bu ildə bu işlər artıq davam etdirilir. Gələn ilin sonuna qədər planda var ki, kanalizasiya sisteminin yenilənməsi işləri yekunlaşsın.